Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi həkk olundu. 8 noyabr 2020-ci ildə əldə olunan möhtəşəm qələbə milli iradənin, ordumuzun qəhrəmanlığının və Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsi idi. Bu qələbə Azərbaycanın nəinki torpaqlarını azad etdi, həm də 30 illik ədalətsizliyə son qoyaraq tarixi ədaləti bərpa etdi. 7 noyabr 2025-ci il tarixində İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Salyan rayon təşkilatının sədri Şəlalə Əsgərova, çalışdığı bir saylı məktəb liseyin 4C sinif şagirdləri və Murad Əlilər İctimai Birliyinin sədri, eləcə də şəhid və qazi aillər üzrə sədr müavini Rəsmiyə xanım Səmədova ilə birlikdə Salyan rayon Şəhidlər Xiyabanını ziyarət etdilər və şəhidlərin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ziyarətdən sonra Murad Əlilər Cəmiyyətinin təşkil etdiyi 8 noyabr Zəfər gününə həsr olunmuş böyük bir sərgidə iştirak etdilər. Yüksək keyfiyyətlə təşkil olunmuş sərgidə Salyan rayonunun mədəniyyət işçiləri və digər yerli təşkilatlar iştirak etdilər. Cəmiyyətin sədri Rəsmiyə xanıma xüsusi təşəkkürümüzü bildiririk. Bizə zəfəri yaşadan, bu qələbəni yaşadan şəhidlərə Allahdan rəhmət diləyirik. Hörmətlə Salyan rayon təşkilatı.